Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, belə bir sual. Sən heç uşaqlıq travması almısanmı? Yaxud cinsi zorakılıq, bundan əlavə olaraq ailə daxili travmalar, bullying, məktəb daxilində, təhsil sistemində və s. və ilə. Əksər təbəqə, yəni indiki dövrdə söhbət gedir, uşaqlığında aldığı travmalardan indi həyatını qura bilməyənlərin sayı heç də az deyil. Baxırsan, uşaqlıqda bir travma olub və nəticə etibarında həyatı məhvdir. Nə qədər eləyib toparlana bilmir. Əksər travmalar kim dansa, o bir məsələ var, deyir, dansan sən gicsən. Əksər travmalar ailədən qaynaqlanır. Baxırsan, ailədə bir el məsələ var, qeyri-etik olsa, deyir, cırt olmamış anası xalasına, bacısına, bacısı mamasına, belə. Yaxud eyni anası kimi atası da həmçinin. O da anasına, bacısına, qardaşlarına belə. Və nəticə etibarıyla evindəki olan uşağın problemi qlobal şəkildə atdı və uşaq el qanalı çevrildi. Və mən səni örmək istəyirəm, amma səni töhmət edirəm cəmaatın içərisində. Haqqında olan şeyləri yayıram. Məsələn, normalda olmayanda birin üstündə 5-in qoymaq. Əslində çalışın, bu kimi hallar varsa, ən azından teta-tetdə deyirlər, yəni üz-üzə. İstəyir anavız olsun, bacınız, qardaşınız, ailənin digər fərdləri, həmin şəxs travma verən, travma alan söhbət etməlidir. Səbəbini verməlisən. Mən sənə pislik edirəm. Səbəb olmalıdır buna. Niyəsi, yaxud belə. Yoxsa milyon psixoloq, psixiatrist buna dərman tapa bilməz. Çalışın bu kimi məqamlara diqqət edin. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir. Qoşulmaq istəyənlər şəxsi mesaj bölməsində məlumat verə bilərlər.